Yadınızdadır, səviyyə haqqında danışmışıq. Məsələn, insanın duaları onun səviyyəsinin göstəricisidir. Məsələn, nə istəyir, denən mənə deyim, sən kimsən? O adam nə dərəcənin, hansı səviyyənin adamıdır? Amma istəklər özü baxışın məhsuludur. Bir şeyi böyük görür, onu istəyir. Kiçik görür, istəmir. Baxış düz olsun ki, istəklər də baxışa uyğunlaşsın gərək. Baxış çox önəmli məsələdir. Baxış hər şeyin müqəddiməsidir. Nəyi necə görürsən, ondan çıxış eləyərək nəyisə arzulayırsan, nəyisə arzulamırsan. Bu çox vacib məsələdir. Bu mövzu ilk növbədə, bunu axırıncı gün deyirəm, söhbətin, yəni mövzunun axırıncı günündə deyirəm ki, bu mövzu əvvəla bizim üçün çox önəmli olmalıdır. Çox önəmli olmalıdır. Bunu gərək əvvəl əhəmiyyətini başa düşək. Biz əvvəl nədən başlamalıyıq? Baxışlarımızı təftiş eləməliyik. Mənim filan şeyə münasibətim necədir və necə olmalıdır? Düz münasibətdəyəm, ya səhv münasibətdəyəm? Bunu təhlil etməliyik əvvəl. Bunu təhlil eləyib, səhvlərimizi gördükdən sonra başlamalıyıq zehniyyətimizi düzəltməyə, islah eləməyə. Mən bir şey çox istəyirəm, həddindən artıq çox. Bundan başlamalıyam ki, niyə mən bunu bu qədər çox istəyirəm? Bu qədər istənməyə, sevilməyə layiqdir, yoxsa yox? Nə səbəbdən? İnanın ki, o səbəbləri araşdırsaq, görərik ki, çox şey çıxır altından. Bir şeyi çox sevirik biz. Məsələn, filan şeydən xoşum gəlir deyib, üstündən keçməyə gərək. Filan kəsdən, filan şeydən acığım gəlir deyib, üstündən keçməyə. Dayanaq görək ki, niyə xoşum gəlir və niyə acığım gəlir. Onu başlasaq araşdırmağa altından, alt qatlardan o qədər şeylər üzə çıxacaq ki, mənim bu xoşum gəlmək nəticəsinə ki, gəlmişəm, xoşum gəlir. Ona nələr təsir qoydu ki, gəldim, xoşum gəldi axırda bundan. Və filan şeydən axırda acığım gəldi. Bir şeyə həddindən artıq nifrət eləyirəm. Bu nifrətin qaynağı nədir? O zehniyyəti nə formalaşdırıb məndə? Filan şey məni çox cəzb eləyir özünə. Çox cəzb eləyir deyib keçmədə üstündən deyən ki, niyə axı bu məni cəzb eləyir? Bu doğrudan da cazibəli bir şeydir, məni cəzb eləyir. Yoxsa mənim gözümdə cazibəlidir. Gözümdə cazibəlidirsə hansı amil səbəb olub ki, mənim üçün cazibəli olub? Sənin baxışına nə təsir qoyub ki, belə olmuşsan? Axı reallıqda baxırsan, görürsən, bu o qədər də cazibəli deyil. Başlasan prosesə, bu təhlil prosesinə, onda çıxacaq bunlar üzə. Başlamasan elə biləcəksən, belə də olmalıdır. Biz düşüncəmizi reallıqla uzlaşdırmalıyıq. Reallıqda nədir və mənim üçün nədir? Bunun arasında çox vaxt kəskin ziddiyyət var. Və insan doğrudan da bütün zehniyyətini, baxışlarını reallığa uzlaşdırsa və salam, o kamil adamdır. Harada eşitsəz dilləri filan kəs arifdir, arifin mənası budur. Reallıqla baxışı üst-üstə düşür. Və bu asan məsələ deyil. Biz qəzavət eləyirik, oturuq, biri deyir, mənim fikrimcə belədir, biri deyir, mənim fikrimcə belədir, mübahisə eləyirik. Bu mənim fikrimcə, bilirsiniz nə qədər amillərdən qaynaqlanır, niyə görə sənin fikrin belədir filan şey barədə. Bu çox vacib mövzulardan biridir. Və mən yenə də bunu demək istəyirəm ki, mən danışanda, bəzən zarafatça da bəzidir ki, nədən danışırsan, deyirsən ki, çox önəmlidir. Bilirsiniz, mənim üçün, mən belə düşünürəm ki, belə də olmalıdır. Adam danışdığı sözləri, ən önəmli sözləri seçib danışmalıdır. Yəni ona görə mən hər halda bəlkə səhv eləyirəm, düz eləyirəm, qətiyyətlə deyə bilmərəm, amma mən əminəm ki, çalışıram ki, ən önəmliləri seçim danışım. Ona görə hər mövzuda ki, danışıram, deyə bilərəm ki, ən önəmli mövzulardan biridir. Bu da zehniyyət mövzusu da belədir. Məsələn, biri deyə bilər ki, namaz məni yorur. Məsələn, namazın cazibəsi yoxdur, məni çəkmir özünə. İndi bəziləri hörmət eləyir güya, məsələn, dinə, onu dilinə gətirmir, amma doğrudan da yorur onu namaz. Namaz yorur onu. Niyə məni namaz cəzb eləmir? Həqiqətən namaz cazibəli deyil, yoxsa mənim üçün cazibəli deyil? Özü dində namaz gözəldir, gözəl deyil. Cazibəlidirsə, mənə niyə cazibəli deyil? Mənim gözümdə niyə namaz gözəl deyil?
onu gözəl görə bilmirəm. Məsələn deyirəm. Görə baxışımı düzəldim. Əvvəl namaza baxışımı düzəldim. Namaza başlamamışdan əvvəl, hər şeydən əvvəl namaza baxışımızı düzəldək. Yəni hər dəfə ki mən nə etməyə gedirəm, hara gedirəm, nə iş görəcəm indi. Bir saniyə hərdən biz ən böyük bəlamız budur ki, biz avtomatik, mexaniki olaraq əməlləri icra edirik. Bu dünya işlərində pis deyil. Məsələn, biri sürücüdür, maşını idarə eləyir. Mexaniki olaraq artıq düşünmədən hər şey eləyir. Çünki öyrəşib. Amma dini məsələlərdə belə deyil. Dini məsələlərdə gərək mexaniki olmayan hərəkətlər. Bəzən də elə bir an düşünmək namazın dəyərini artıra bilər sənin üçün. Baxış mövzusu çox mühüm mövzudur.